Salam, hər vaxtınız xeyir olsun, əziz tələbələr. Bugünlərin biz sizinlə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən bizim ekokönüllülər, gənclər adından da bəyan olduğu kimi gənclər təbiət və bəşəriyyət yolunda adlı layihəmizlə bağlı sizlərlə görüşü gəlmişik. Və düşünürəm ki, bugünkü mövzumuz və sizinlə keçirilən görüşümüz çox məhsuldar olacaqdır. Mən tədbirə başlamamışdan əvvəl çox istərdim ki, o öndərimizin və işğal altından xilas edilən torpaqlarımızın azadlığında canlanıb fəda etmiş şəhərlərimizin və dünənlərində faydalı şəkildə bildiyiniz kimi Bakı Aktal reysi ilə uçan təyyarə qəzasında həlak olan vətəndaşlarımızın, soydaşlarımızın, müsəlman bacı qardaşlarımızın da ruhlarını bir dəqiqə istəyirlər yad edir. Allah rəhmət eləsin. Əziz tələbələr, mən özüm sizə təqdim eləmədim. Mən həmin adlandırdığımız layihənin layihə rəhbəriyəm. Adım Nəsimidir, Nəsimi Qarabağlı. Təşkilatımızın rəhbəri Aşina Həsənova, o da sizin kimi tələbə olduğuna görə, imtahan dövrü olduğuna görə o artıq iştirak eləmədi və layihə rəhbəri kimi mən iştirak eləsi oldum. Və bizimlə sizin çox gözəl tanıdığınız kollecin əməkdaşı Akın Duvar Təsxan da iştirak edir və bizim ekspert qismində Güllürəm Məmmədova iştirak edir, hansı ki, onun da ekologiya ilə bağlı deyəcəyi fikirlər, real fikirlər olacaqdır. Çünki Güllürəm xanım da özü bildiyiniz kimi COP29 tədbiri keçirildi, beynəlxalq səviyyəli, dünya səviyyəli tədbir keçirildi. Oran həm iştirakçı olmuşdur, həm könüllü olaraq ona öz dəstəyini verənlərdən biri olmuşdur, gənclərimizdən biri olmuşdur və təxminən elə olduğu kimi bir il bundan öncə Şuşada Laçın dəhlizi ərazisində yadınızdadırsa bizim vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatlarının bir çox nümayəndələri, rəhbərləri orada mənfur düşmənlərimizin ekoloji belə deyək də terrorları ilə bağlı aksiyalar keçirdi və o aksiyada da iştirak etmişdi və birazdan mən Gülbük Xanım'a da böyük məmnuniyyət təşkil edirəm. Ümumiyyətlə, ekologiya ilə bağlı maarifləndirilmə işlərinin aparılması mən düşünürəm ki, hər birimiz üçün, hər bir vətəndaş üçün önəmli bir məsələlərdən biridir. Və ekologiya özü ümumiyyətlə həm cəmiyyətdə canlılarla bərabər təbiət yaranışının, təbiətdə baş verən hadisələrlə bağlı olan bir elmdir. Ekologiya sözü özü 1866-cı ildə Alman filosofu Helmut Hell tərəfindən səsləndirilmişdi və belə qərara gəlmişdi ki, ümumiyyətlə ekologiya və ekoloji maarifləndirilmə cəmiyyətdə digər sahələr olduğu kimi bu sahədə də maarifləndirilmə işləri aparılmalıdır. Biz ekologiya deyəndə, ekoloji maarifləndirmə deyəndə burada bir çox aspektlər nəzərə almalıyıq. Yəni burada istər dövlət səviyyəsində, istər kütləvi informasiya vasitələri səviyyəsində, istər respublikada fəaliyyət göstərən və yaxud da qeyd etdiyim kimi vətəndaş cəmiyyətinin, qeyri-hökumət təşkilatlarının apardıqları işlər kimi biz ekoloji maarifləndirmə işlərini bir neçə aspektdə görə bilirik. Bunlardan mən sizin üçün, özüm üçün qeyd eləmişəm burada. Bunlar hansılardır? Yəni burada təhsil və təlimlər. Təhsil və təlimlər deyiləndə biz burada məktəblərdə, universitetlərdə və müxtəlif təlim proqramlarında ekoloji təhsilin verilməsindən söhbət edir. Yəni bu ekoloji problemləri anlamaq və həll yollarını öyrətmək üçün vacib məsələlərdən biridir. İkinci məsələ, ekoloji maarifləndirmədən söhbət edəndə ikinci öndə olan məsələlərdən biri ictimai kampaniyalardır. Yəni ki, burada televiziya, radio və sair informasiya vasitələri ilə cəmiyyətdə maarifləndirmə işlərinin aparılmasıdır. Yəni burada əhaliyə ekoloji
problemlərimiz haqqında məlumatların verilməsidir. Üçüncü, mən deyərdim ki, qanunvericilik və siyasətdir. Hansı ki, burada hökumət tərəfindən bir çox ekoloji proqramların hazırlanıb, layihələrin hazırlanıb, həyata keçirilməsi və onunla bağlı bir çox dövlət strukturlarına tapşırıqların verilməsidir ki, necə ki, biz bu günlərin canlı olaraq sizin həmin elə o dövlət proqramlarından biridir ki, sizin məktəblərdə gəlib iştirak edirik, sizlərlə söhbətlərimizi aparırıq. Dördüncü yerdə mən ekoloji maarifləndirmə ilə bağlı ətraf mühit fəaliyyətidir. Yəni, burada tullantıların azaldılması, təkrar emal, ağaçların əkilməsi yenidən, digər ekoloji fəaliyyətlərdən söhbət edir. Beşinci isə bayaqlarını qeyd elədiyim kimi QHT və ictimai təşkilatlardır ki, hansı ki, ekoloji problemlərlə mübarizə aparan bir çox QHT ixtisaslaşmış qeyri-hökumət təşkilatlarımız var ki, hansı ki, bunların sırf ixtisaslarıdır, ekoloji problemlərlə məşğul olmaq, əhalinin ekoloji maarifləndirilməsi ilə məşğul olmaq və bu günlərin bizim elə məhz sizlərlə görüş keçirməyimiz həmin bu QHT və vətəndaş cəmiyyətində olduğumuz rollardan biridir ki, biz layihə şəklində bunu təqdim elədik Azərbaycan Gənclər Fonduna və Gənclər Fondu da bizim layihəmizi dəyərləndirərək sizlərlə bugünkü gündə görüşə gəlmişik. Layihəmizin adından da bəlli olduğu kimi ekokönüllər gənclər, təbiət və bəşəriyyət yolunda. Yəni biz bu günlərin müəyyən ali məktəblərimiz, institutlarımız var ki, hansı onlarda sırf ekologiya ixtisasları vardır ki, orada tələbələrimiz ekologiyanı dərin elmi araşdırmalar üzrə öyrənərək, cəmiyyətdə tətbiq edərək onların ekoloji problemlərin azaldılmasına nail olmağa çalışırlar. Bugün biz ekoloji maariflənmə deyəndə, ekologiya deyəndə nəyə nəzərdə tuturuq? Biz belə deyək, su ehtiyatlarımızın mühafizəsindən tutmuş, meşə zolaqlarının yenidən salınması, yeni ağacların əkilməsi, bu tək onunla bağlı deyil ki, qıraqdan baxanda yaşıllıq olsun, göz oxşasın. Xeyr, bu həm də hava təmizliyindən söhbət gedir. Burada həm də insanlarımızın sağlamlığından söhbət gedir. Belə bir fikir var. Bir dəfə bir cərraha deyirlər ki, nə qədər əmək qalırsan? Deyir, mən alıram, deyək ki, ayda bir 20 min. Və deyir, süpürgəsindən soruşurlar ki, siz nə qədər alırsınız? Deyir, mən alıram 300 manat, 400 manat. Və burada bunların söhbəti gedir. Süpürgəçi təmizliklə məşğul olan deyir ki, amma belə götürəndə mənim maaşım cərrahlardan, həkimlərdən daha çox olmalıdır. Deyirlər, niyə belə deyirsən? Deyir, çünki mən o zibili, o tullantıları təmizləməsəm, xəstəliklərimizin sayı artar. Yəni, bu günlərin biz hər birimiz, istər siz tələbələr olaraq, inşallah hər biriniz ixtisaslarınıza yiyələnib, dövlətimizin müəyyən strukturlarında dəyərli kadr olaraq çalışacaqsınız və hər bir sahəmizdə mən bunu vətənpərvərliklə də bir gəndə gətirmək istədim. Hər birimiz öz sahəmizdə, çalışdığın sahədə ekoloji təmizliyə, ekoloji mühitin yaxşılaşdırılmasına önəm verməlisiniz. Adicə deyək ki, xanımlarımız evdə, bir çox xanımlarımız gül çiçək əkirlər, becərirlər, evdə gül saxlayırlar. Bu tək onunla bağlı deyil ki, bayaq dediyim fikir ki, sadəcə göz oxşasın. Xeyr, bu güllərimiz dipsəhlərdə əhməklə otaqlarımızdakı olan kislorodlu, otaqlarımızda olan hava nisbətini daha təmiz olmasına çalışır. O cümlədən evdə biz kişi xeylaqları, həyətimiz var, bağçamız varsa, biz çalışır orada ağaclar əkək, güllər, bağatlar yaradaq. Bu da həmin o dediyim söhbətləri gətirib çıxarır. Ümumiyyətlə, belə götürəndə hər birimiz çalışdığımız bayaq dediyim kimi sahələrdə ekoloji maariflənməklə bərabər biz çalışmalıyıq digər öz dostlarımız arasında, öz iş yoldaşlarımız arasında ekologiyanın, ekoloji amillərin nədən və nə üçün lazım olduğunu çatdırarıq. Yəni bu amildə mən bayaqlar indi biz tədbir başlamazdan əvvəl hər birimiz gördük. Bizim önümüzdə haqqalarımız var, bloknotlarımız var.
araşdırmalarımız var ki, hansı ki həmin layihə çərçivəsində biz qələmlərlə bərabər belə bir şeylər sizlər üçün hazırlamışıq ki, yəni mən çox istərdim ki, bu günlərin hər biriniz fəal olasınız və fəal olan tələbələrimiz, diskusiya şəklində bizimlə söhbət edən tələbələrimiz və bu dediyimiz papkalardan, kitabçalardan əlmağan olmayacaqlar. Və bir şey nəzərinizə çatdırmaq istərdim ki, çox istərdim bugünkü görüşümüz, tədbirimiz rəsmi bir o qədər olmasın, nə mənada. Yəni, çox istərdim hər biriniz sərbəst, hər biriniz asudə vaxtınızı dostlarınızla keçirdiyiniz kimi aparasınız və hər birinizin düşündüyünüz, ekologiya ilə bağlı düşündüyünüz fikirləri bizim üçün də maraqlı olduğuna görə eşitmək istəyirik. Çünki sizin burada səsləndirəcəyiniz fikirlərin yekun nəticəsində biz gələcək layihələrimizdə istifadə edəcəyik. Mən çox istərdim ki, Afa xanım, siz də bir kəlmə sağlamlama eləyəsiniz. Necə məsələ? Aytaç xanım dedi ki, mən əvvəldən salamı çatdırım və Aytaç xanım müdiriyyət adından təşkilatı layihəni sizin məntəqdə keçirdiyimizə görə özünə təşəkkür edirəm, sağ olsunlar. Mən həqiqətən də Lənkəran rayon icra hakimiyyətinə, sizin tibb kollecinə, onun rəhbərliyinə və sizin hər birinizə, müəllim tələbə heyətinə də öz minnətdarlığımı bildirirəm ki, bizim bu layihəni sizlərlə keçirmənizə belə bir şərait yaratırsınız və düşünürəm ki, maraqlı söhbətdən verir. Yox, mən istərdim ki, bu məqamda, mən bayaqdan da qeyd elədim ki, bir il bundan öncə, təxminən elə bir il bundan öncə, vətəndaş cəmiyyəti nümayəndələri, qeyri-hökumət təşkilatı nümayəndələri Şuşada, Laçın yolunda böyük bir aksiyada iştirak edirlər, aksiya keçirlər. Və məhz mən deyərdim, həmin o aksiyanın sayəsində xoş gördük, elə mən gəlmirlər, zəhmət olsa, gəlin kənər. İlin axırıdır. Yox, elə bugün sizin bura gəlib ekologiya ilə əlaqədar mövzu aparmağınız sevindirici bir haldır. Bəli. Siz bizdə oturursunuz. Yox. Gözəl. Xanım da biz bir yerdə işləmişik. Mən müvəffəqiyyətlər arzulayıram. Xüsusilə COP29-dan sonra bu məsələlərin geniş fürsət alması və insanların bu işlərə daha çox nüfuz etməsi rəsmən təqdirə layiqdir. Sizə də, xanıma da minnətdarlıq edirəm və apardığınız işlər uğurlu olsun, sevindirici olsun. İcazə versəniz bir dənə götürə bilərdim. Böyük məmnuniyyətlə. Müəllim, buyurun. Elə hamısından Həm buklətdir, həm qulaqlıqdır, həm də gələm. Bir daha müvəffəqiyyətlər arzulayıram. Çox sağ olun. İnanıram ki, hər bir şey istəsəniz. İnşallah. Çox sağ olun. Uğurlar. Çox sağ olun. Sağ olun. Amma mən çox maraqlıdır mənim üçün və sizlər bayaqdan da deyil, istəmirəm təkrarsız cümlələrimi istifadə edək. Ekologiya deyəndə kimlə başa düşür? Mən bildiyim qədər keçən əl sizin müəssisədə ekologiya ilə bağlı tədbir keçirir. Yəni, bax, o tədbir, laf eşitdir, bu yeni tədbirdir mümkün. Bax, həmin tədbir sizə nələr verdi, nə verdi? O tədbirə gələnə qədər ekologiya ilə bağlı hansı fikirdəydiniz, ondan sonra nə fikirdəyiz? Kim nə demək istəyirsə, könüllü olaraq, yəni, sərbəst şəkildə öz fikirlərini bildirə bilər. Yaxşı, gəlin, günlərin bizim ekologiyadan danışıq da, Respublikada ekologiya ilə bağlı olan dövlət qurumu hansıdır? Həmin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin funksiyası nədən ibarətdir? Onlar özünüzü təqdim edəsiniz, zəhmət olmasa və... Bəli. Yəni, ekologiya ətraf mühitin qorunması, ətrafın yaşıllaşdırılması, bir də yaşıllaşdırma su təsisatlarının təmizlənməsi, qorunması, ağacların əkilməsi, havanın təmizlənməsi, yəni bunlara aiddir.
Gözəl, çox gözəl. Tamamilə doğrudur. Kimin başqa əlavəsi var? Bax, yaxşı, bir dənə də bir köməkçi sual deyim də. Bax, təxminən 2 həftə deyil, COP29 tədbiri keçirildi. Bax, o tədbiri necə biz başa düşdük? Nə idi o tədbir, nəyə görə keçirildi? O tədbir bizə nə verdi? Azərbaycan Respublikasına nə verdi? Buyurun. Azərbaycan Respublikasının bütün dünyada tanınmasıydı, tanınması. Bunun üçün də bir sıra tədbirlər ölkəni digər ölkələrdə tanınması. Çox gözəl. Və onu da qeyd edim ki, məsəl üçün COP29-a qədər qarşıya qoyulan bir çox məsələlər var ki, ona nail olmaq istəyirlər. Amma əsl olsun ki, o bir neçə dövlətlər orada yığılışsaydılar da alınmırdı. Amma məhz burada Bakı şəhərində, Azərbaycanda keçirilən həmin o COP29 tədbirində yekun nəticə olaraq qərara alındı ki, həmin o maddələr üzrə hansı ki tapşırıqlar qoyulmuşdu. Onlar həyata keçirilməlidir. O həyata keçirilməkdən üçün müəyyən bir məbləğ lazım idi. O məbləği də topalana bilmirdi. Məhz bizim Bakı şəhərində keçirilən tədbirdə həmin o məbləğin topalanmasına və onun tədbirlərə nail olmaq üçün yetər bir addım atılır. Bayaqlarım dedim, indi yenə deyirəm, Ürük xanım gəlib biraz ətraflı danışacaq, o Şuşa aksiyasından olan. Hər birimiz mətbuatda izlədik bunu, yəni ki, xatırlayırsınız. Bax, o aksiya nəyə görə idi? Kim deyər? Yadınızdadır, yoxsa xatırlatma verim. O Şuşada sülhməramlarla hətta biraz çaxnaşma kimi oldu, başa düşmədilər bildirən. Sonradan anlaşıldı ki, biz nə istəyirik. Yəni o aksiyada, elə deyək də, yenə köməkçi bir sual söhbət kimi edirsinə. Yəni o aksiyanın məqsədi buydu ki, bayaq da qeyd edim, mənfur düşmənlərimiz bizim təbii sərvətlərimizdən terrorcasına istifadə edir. İstər orada qızıl mədənlərindən tutmuş, istər mineral ehtiyatlarımıza qədər. Bizim yəni bu işğaldan azad etdiyimiz bir çox torpaqlarımızda, bir çox ərazilərimizdə elə bir maddi, zinətli nemətlərimiz var ki, istər orada, bax belə deyək, indi satışa da bıraxılır, mineral isti suyumuzdan tutulmuş, istər qızıl yataqlarımızdan tutulmuş, İstərsə də qranit deyilən bir dağ mədənləri var. Onlara qədər, onlar onu çox dəyişikcəsinə darmadağın edilir və öz sərvətləri kimi Azərbaycandan kənara çıxartmaq istəyirlər. Və məhz onlarla bağlı keçirilən aksiyanın real iştirakçısı, canlı şahidi, Ürük xanım istər öz fikirlərinizi bildirəsiniz. Çox sağ olun, təşəkkür edirəm Nəsir müəllim. Mən ilk öncə Gənclər Fonduna təşəkkürümü bildirirəm ki, sizin təşkilata dəstək oldular və Ekokönüllülər Gənclər Təbiət Bəşəriyyət Yolunda layihəsini dəstəkləyirlər. Əzizlərim, ekokönüllülər və gənclər, bu nə deməkdir? Bundan ilk öncə başlamaq istəyirəm. Biz gənclər mütləq təbiətimizi, ağaclarımızı, hər bir şeyimizi qorumalıyıq. Həmçinin də biz mütləq şəkildə qorumalıyıq havamızı. Çünki əgər biz burada yaşayırıqsa, biz hava ilə qidalanırıq, hava bizim oksigenimizdir, biz onunla nəfəs alırıq. Adi bir hal deyil, biz evimizdə bağlıq, pəncərələrimizi bağlayıb, daimi bir ay yaşaya bilərikmi? Heç bir yeri açmasa, hələ bir otağımızın içində qalsa, havasız şəkildə. Və biz bu havamızı qorumaqdan ötürü mütləq mücadilə aparmalıyıq. Maşınlardan imtina etməyi bacarmalıyıq. Çünki son zamanlar bilirik ki, ölkəmizdə maşınların sayının artması, bunun ekologiyaya vurduğu nə qədər fəsadlarımız var, ekologiyamızı nə qədər korlayır. Biz bu günümüzü düşünüb yaşamamalıyıq, biz gələcəyimizi düşünməliyik. Adi bir hal deyil, indi bu hal da qüvvəyə mindi, bu da ekologiyaya bir töhfədir ki, biz bilirik ki, hamımız nəqliyyat vasitəsindən nəsə açıb yeyirdik, pəncərəni açırdıq, atırdıq yerə. Yəni, fakt deyil, mən də etmişəm, hamımız etmişik də, yəni. Amma bunu etməklə biz nə qədər
təbiətimizə ziyan vururuq. Amma indi artıq kimsə maşından nəsə yeri atsa 400 manat müqabilində cərimə ödəyəcək. Həqiqətən bu yaxşı bir haldır ki, yəni biz bilirik də özümüzü. Gəlin, mən xahiş edirəm biraz sakitçilik. Mən sizlə olmuşam, mən sizi tanıyıram. Demək olar tələbələrin çoxu ilə tanıyıram. Bəziləri var aramızda bizim üzvdə. Yəni həqiqətən mənim sizinlə səmimi münasibətimiz var və mən sizin kolleclə də səmimi münasibətimiz var. Biz davamlı sizlərlə tədbir keçirdirik, mübariz mənimlə biz həmkar olmuşuq əvvəllər. Yəni mən sizin rəhbərlikdə yaxşı münasibətimiz var. Ona görə mən istəyirəm ki, sizlə tam sərbəst, rahat və sizlə istəyirəm bundan birlikdə mübarizə aparaq, birlikdə danışaq. Mənim ola bilər ki, mən ekoloq deyiləm, ekologiya ilə bağlı sadəcə mən aktiv şəkildə aksiyada iştirak etmişəm, həmçində COP29-da iştirak etmişəm, mavi zonada olmuşuq və biz orada gələn beynəlxalq qonaqlarımızla, beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etmişik və ekologiya ilə çalışan qeyri-hökumət təşkilatları ilə biz görmüşük, adi bir hal deyim də, bilirik ki, bu dəqiqə ekologiya cəhətdən deyim, qida cəhətindən deyim, yəni dünyanın ən kasıb ölkəsi biz bilirik ki, Afrikadır, Kenyadır. Biz indi min şükür ki, həqiqətən biz xoşbəxt xalqıq ki, rahat şəkildə qidamız var, rahat şəkildə suyumuz var. Gəlin düzüm deyim, bir 10 il bundan qabaq krantı açırdıq rayonlarda. Mən bunu düz deyə bilərəm, mən sizə vaxt dəqiq deyim, 10 il olmasın, bir 15 il bundan öncə mən rayonda krant açanda çirkli su gəlirdi də, yadımdadır, nənələrimiz, babalarımız yığırdı vannaya, suyu sonra durulaşdırırdılar, istifadə edirdilər. Amma görün, indi nə qədər inkişaf eləmişik. Biz min şükür suyu açanda krantdan normal suyumuz gəlir, açıb istifadə edə bilirik. Yəni, həqiqətən biz bunların dəyərini anlamağı bacarmalıyıq. Amma mən indi özümüzü Afrika ilə müqayisə etmək istəmirəm. Amma mən Kenyada olanda həqiqətən şükür etməyi öyrəndim. Yəni, əvvəllər mən də sizin kimi idim. Bəzən dedim, nədir, bu nədir, nə həyatdır bu? Amma mən o Kenyaya gedəndə, mən o Kenyadakı uşaqları görəndə, onların bir o çörək, siz də mən başlayıb, bir o yumuşaq çörək parçasına necə baxdığını görəndə Allaha şükür etməyi öyrəndim. Dedim ki, bəzən olur da, gəlirik, gəlin aşırı, mənəm, gedirəm evə, anam nəsə yemək pişirib, açırım, amma yenə bu yemək. Amma həqiqətən biz o yeməyi görməyən uşaqlarımız var. O yeməyi əli çatmayan insanlarımız var. Və olur, məsəl üçün bir söz deyim ki, biz bir şey 3 dəfə yeyəndə 4-cüdə yalnızca gəldizin danışaq. Amma mən gedib o Kenyada bir stəkan suya görə növbələrlə dayanan uşaqları görəndə, o bir dənə quru çörək parçasını istadıb suya yeyən uşaqlarımızı görəndə, həqiqətən, belə baxanda biz deyə bilərik, mənim anam deyil, bacım deyil, mənə nə, amma biz olaraq, dünya olaraq hamımız birlikdəyik, biz insanıq, insanlığımızı itirməməliyik. Dünən baş verən hadisə heç biri mənim qohumum deyil, heç biri mənim tanışım deyil, heç biri mənim anam, atam, bacım deyil. Amma mən o videolara baxaraq necə kövrəldim, həqiqətən necə hisslər keçir. Biz insanıq, insanlığımızı itirməməliyik. Və həmçində yaşadığımız yerdə zibillərimizi yediyimiz zaman yığmalıyıq. Ekologiyaya ziyan verməməliyik. Adi mən əfsuslar olsun ki, yəni həqiqətən bunu görəndə özümü çox pis hiss edirəm. Nə halı görəndə pis hiss edirəm, gəlin sizə deyim. Hamımız çimərlikdən istifadə edirik də, gəlin düzün danışaq. Edirik çimərlikdən istifadə edirik. Orada da özümüzlə apardığımız qidalarımızı yeyirik. Çıxanda da qoyuruq, ora gəlirik. Baxın nə qədər ziyandır. Və bununla bağlı İdeya İctimai Birliyi var və biz bilirik ki, Leyla xanım da həmin İctimai Birliyinin rəhbəridir. Onlar davamlı şəkildə nə qədər dənizlərdə təmizlik işləri, iməcliklər görürlər. Siz gənclərlə, siz könüllülərlə. Həqiqətən biz təmiz olmağı, mənim deyil, mənim evim təmiz olsun, qıraq nə olur olsun deməkdən çəkinməliyik. Bütün qıraq da, hər yan da bizim evimizdir. Bəli, bu günləri məsəl üçün mənim evim bu balaca evsə, sabah bəlkə o biri böyük ev mənim olacaq. Onu bilməyi olmaz. Amma biz hər yanımızı, yaşadığımız yeri, yaşadığımız ərazini, torpağımızı təmizliyin qorumalıyıq. Bunlar hamısı ekologiyadır. Bir kağızın çürüməsi ekologiyaya nə qədər ziyan verir? Heç çürüyürmü? Bəzən bilirik ki,
son zamanlar biz blok vasitələrindən, yəni Türklər demiş poşetlərdən imtina etmişik. Bəzən olur, mənim validim də deyir, təzə şeylər çıxardıblar özlərindən blok, amma onu izah edən ki, bunun nə qədər vurduğu ziyan. İndi çox gözəl hal baş verir, mən bu hala çox sevinirəm. Velosiped yolları, velosiped zolaqları. Həqiqətən bu sevindirici haldır. Biz xaricə çıxanda mən sonuncu dəfə səfərimi Viyana idi. Viyanada mən baş naziri, hansısa bir naziri işdən çıxıb, şalvarın ətəyin qatları velosipedlə gedəndə göndə özüm dedim, bu nə yaxşı belə. Amma sonra baxıram ki, həmin insan həm özünü düşünür. Yəni bir söz deyim də, ən birinci özünü düşünür ki, nə qədər sağlamlığına xeyirdir. Ondan əlavə bir təbiətim fikirləşir ki, mən bu ölkədə yaşayıram, bu ölkəmin təbiətini qorumalıyam ki, mən bu hava ilə, su ilə qidalanıram. Təbiətini düşünür və sağlam həyat tərzi sürür. Ekologiya nədir əzizlərim? Bizim sağlam həyat tərzimiz. Yediyimiz qidalarımız sağlam olmalıdır. Mütləq biz göyərti məhsullarına, sağlam qidalara verməliyik, gemolardan qaçmalıyıq. İnanın ki, bu dəqiqə bizi öldürənlər o gemo yeməklərimizdir. Havamızın təmiz olmaması da bizə. İndi sizlər hamınız tibdə ilə, yəni mən sizə dərin danışmağın mənası yoxdur, siz bunun olsa təhsilini alırsınız. Yəni, nə qədər bunlar bizim ziyandır. Və biz bilirik ki, bizim orqanizmimiz xəstələnəndən sonra onu düzəltmək olmur. Biz çalışmalıyıq ki, o xəstələnməz. Xəstələnəndən sonra həm dərman qəbul edək, həm müalicə edək, əvvəlki halına heç cür gətirə bilmirik. Mənə maraqlıdır ki, sizlər ekologiya ilə bağlı bilikləriniz var. Kim ekologiya ilə bağlı bizə çıxış eləyə bilər. Bu haqda bizə daha da belə bir məruzə kimi məlumat verə bilər. Varmı belə bir şəxs aranızda? Əlin qaldırsın, zəhmət olmasa. Orxan, bəlkə nəsə demək istər? Ümumiyyətlə, belə bir söz soruşum sizə. Ekologiya ilə bağlı biz hansı tədbir görmüşük? Bir ağac əkmə aksiyası keçirilib, orada iştirak edənimiz olub mu? Ay gözəl. Neçə nəfərimiz var? 1, 2, 3, 4, 5, 6. Çox gözəl. 7. Və biz bu ağac əkmə aksiyaları harada keçirir? Maraqlı iştirak edənlərin deyəndə zəhmət olmasa, özünü təqdim edə gözəlim. 3-cü kurs tələbəsi Murad Marikdən. Mən Erişdə ağac əkmə aksiyasında olmuşam, çəkilmişəm. Gənclərə bir könüllüsü olaraq. Çox gözəl. Lirikdə meşələrdə ağac əkirdiniz, yoxsa harada? Var, bildim. Ümumiyyətlə, sizlər hamınız lirikdə olmuşsunuz o zaman ağac əkmədə, yoxsa fərqli yerdə olan varsa qalxardı da, zəhmət olmasa. Harada? Yardımlıda ağac əkmədə olmuşsunuz, çox gözəl. Bəs yardımlıda harada əkirdiniz ağacı? Yardımda boş ərazilər var, ağacsız ərazilər. Həmin ərazilərdə meşəli yardım olsun. Ümumiyyətlə, bəs sizin regionda ekologiya ilə bağlı hansı, məsəl üçün dənizlərin qırağının təmizlənməsi, sahil boyu təmizlənmələrdə iştirak etmişsinizmi? Yəni, elə bir kampaniyalarla haqqında məlumatınız var. Bəs meşələrin təmizlənməsi var. Elə bir meşələrin təmizlənməsində iştirak edən olub aranızda? Siz iştirak edin. Bəs sizdən başqa olub? Maraqlıdır, əl qaldıran var? Sağ olun. Çox sağ olun. Siz də çox sağ olun. Və mənə də bir şey maraqlıdır ki, bizlərdə məsəl üçün olurdu, indi bilmirəm, olur, olmur. Biz bilirik ki, bu illəri ekologiya ilidir və ondan da əlavə biz bilirik ki, bu illəri Lənkəran Gənclər paytaxtıdır. Və bilirik ki, demək olar bu illəri tədbirlərin çoxu Lənkəranda salınıb. Yəni, bu il ərzində bizim Lənkəran, mənim şəxsən Lənkərana bir 15-ci, 16-cı səfərimdir, yalnız bu il ərzində. Mən bilmək istərdim ki, ekologiya ilə bağlı tədbir sizin kollecdə olub, eşitdim də. Keçən ay eşitdim ki, tədbir olub. Tədbirdən bizə kimsə nəsə məlumat verə bilər aranızda, iştirak edən olub o tədbirdə? Olmayıb iştirak edən, olmasa, zəhmət olmasa. Onda ki, səni biraz önə alaq, bizi səni qəşəng görək. Ekologiya yaşayış məskəni, elm öyrədən bir elmdir. Onun canlı orqanizmlərin ətraf mühit amillərinə təsir göstərməsi
məsələn, sağlamlığınıza ziyan vuran bir çox şeylər vardır. Bunlardan biri də tullantılardır. Məsələn, çimərlikdə hər kəs istifadə edir. İstifadə edilən zaman məsləhət görülür ki, yediyimiz qidaların tullantıları orada buraxmamalıyıq. Hərə öz tökümünü yığsa, o zaman yəni yer kürəsində həm də insan özünə görə daha bir təmizlik olar və onun sağlamlığına da xeyli müsbət təsir göstərər. Sonra ağac əkmək bu zamanda daha çox ağac əkməkdən əlavə onlara daha çox ziyan vurulur. Bu da ətraf mühitə mənfi təsir göstərir. Mənim məsləhətim də budur ki, hər kəs öz töküyünü yığsa, öz təmizliyinə riayət eləsə, məsələn, təbiətdə olan rastlaşdığı hallarda, yəni təmizliyə aid rastlaşdığı hallarda təmizliyə riayət eləsə, o zaman ətraf mühit üçün, insan üçün də gözəl bir şey olacaq. Çox doğrudur. Aytən xanım, lütfen yaxınlaşardınız da. Şükürlər. Çok güzel. Şükür Hanım, biraz soyadınızı da deyin gelin. Mən aslında Şükürlər. Çok güzel. Qrup 200. Yaxınlaşımlar sizə bizim təşkilatın layihə ilə bağlı arzularımız olmuşdur. Biraz yukarı kalacak. Hemen yaxınki dərslərə yalvarsa, bu istifadə edərsiniz. Bu bizim layihənin ölçüdür. Burada ekologiyanın bağlı istədiyiniz yetəli məlumatlar vərəmizə verilərsiniz. Yəni ki, dəyişlərimiz var. Soğuk uğurlar olsun. Uğurlar. Sağ olasınız. Sağ olun. Başka bir Daha ekoloji. kimler fikir söyleyə bilər? Bax, görürsünüz, Şükür qızımız öz fikirlərini, yəni kitab cümlələrlə deyil, öz fikirlərini söylədi və özü üçün də xoş oldu, bizim üçün də xoş oldu ki, onun da fikirlərini verdik. Başqa kim öz fikrini bildirmək istəyər? Buyur qızım. Mümkünsə elə siz də yaxın gəlin. Mən təqdim eləmişdim, 302 hektarımızı qrup rəqəsin varlarkən. Deməli, ekologiya mənim fikrimdə canlı orqanizmlərin bir-biri və təbiətlə arasındakı olan qarşılıqlı əlaqəsini öyrənən elm sahəsidir. Ekologiyanın özünün müxtəlif sahələri vardır. Mən bildiyim qədərində biocoğrafiya olmalı idi, populyasiya, müxtəlifliklərin qorunması kimi sahələr müxtəlifliklərin qorunması kimi sahələri var, ekosistem ekologiyası. Deməli, ekologiyanın əsas məqsədi müxtəlif canlıların qorunması, onların populyasiyalarının qorunması, canlıların sayının, növünün azalmasına qarşı yönəldilmiş, bunun qarşısının alınmasına yönəldilmiş tədbirlər var idi. Əsasən ekologiyanın məqsədi deməli, insan və yaxud da ki, təbiət arasındakı tarazlığın pozulmasının qarşısının alınması, bundan əlavə nəsli kəsilməkdə olan, tükənməkdə olan heyvan və yaxud da ki, bitki növlərinin azalmasının qarşısının alınması idi. Əlavə olaraq su, torpaq, hava kimi bizim üçün həyati vacib amillərin çirklənməsinin qarşısının alınması idi. Deməli, bunların qarşısının alınması üçün müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlərə bəzi sahələrdə meliorasiya tədbirləri yerinə yetirilir. Bundan əlavə, deməli, tükənməyən mənbələrdən istifadə olunur. Təbii mənbələrdən istifadəsinə keçid var idi. Əlavə olaraq hava, su, torpaq kimi amilləri çirkləndirən vasitələrə qarşı yönəldilmiş, onların azaldılmasına qarşı yönəldilmiş müxtəlif tədbirlər, təlimlər həyata keçirilməlidir. Belə. Çok sağ olun, çok güzel məlumat verdiniz. Teşekkür ederim ətraflı məlumat üçün. Siz də buyurun, bukletinizi vaxtınızda istifadə edersiniz. Bu da doğru. Uğurlar olsun. Çok sağ olun. Ne kadar. Daha kimler fikir bildirmək Diğer de istəyir? çeksin, o da videoyu görsün. Gel dur Nəsimən xanımına. Daha kimler fikir söylemək istəyir? Bayaqlarım arkada kimsə əlini qaldırın.
Deyirsən, uğurdaşdır. Kim demək istəyir, buyurun, yaxınlaşın, tanımayın. Yəni, bizdə bura da maraqlıdır ki, sizdən yeniliklər öyrənirik. Biraz Yaxın gəl, öyrənmək yaxın gəl. Özünü təqdim elə zəhmət olmaz. Qəmbər Nəzirin birinci kursları. Əlbəttə ki, təbiətin bizə olan borcunu yerinə yetirmək üçün əvvəlcə biz ona olan məsuliyyətimizi yerinə yetirməliyik. Onun deməli, təbiətə olan məsələn atmosferin təzyiq etmək, atmosfer pisliklənməsinin qarşısını almaq üçün hal-hazırda ölkələr arasında çoxlu tədbirlər görülür. Bununla yanaşı COP29-un da Azərbaycan gəlməsi də ekologiyanın düzəlməsinə qarşı tədbirlər görmək üçün yaradılmışdır. Bununla yanaşı Azərbaycan mədəniyyətini ölkələrə tanıtmaq və s. Bununla yanaşı biz insanlara təbiətə çoxlu zərər vururuq. Bunu biz özümüz tənzimləyə bilərik. Buna qarşı məsələn elektriyin qənaət qədər istifadə etmək, suların təmizlənməsi kimi halları yerinə yetirməliyik. Yəni bizim öz üzərimizə düşən məsuliyyəti yerinə yetirməliyik ki, təbiət də bizə öz olan məsuliyyəti yerinə yetirməlidir. Gözəl, çox gözəl. Yəni nə qədər biz təbiətə qayğıyla yanaşsaq, təbiət onun qarşılığında bizə təmiz hava və yaşıllıqlar Yəni biz təbiəti çirkləndirsək, zərərini yenə biz canlı olaraq biz də çəkəcəyik. Çox gözəl, çox gözəl. Gəl. Sizinlə sizin təşkilatın adı var orada. Bu qeydimizi bəhs edələdim kimi, yəni orada mariflərimizi oxuyurlar, yəni sizin yerələriniz, sizin bıraxmaq. Bu da qovluqlar. Uğurlar olsun. Çox sağ olun. Başqa var? Buyurun. Gəl, gözəl qız. Bəli, bəli. Həsən olaraq sana üçüncü və ekologiya, Oikos ev yaşayış mənzili deməkdir, Oikos da elm deməkdir. Adətən ekologiya əvvəllər digər elm sahələri ilə əlaqələndirir. Məsələn, kimya, ekologiya, geologiya, coğrafiya, torpaq şünaxılıq kimi elmlərlə əlaqələndirir, biologiyanın əsas hissəsi kimi qiymətləndirilir. Adətən ekologiyada suyun, havanın, torpaqların çirklənməsi nəzərdə tutulur. Demək ki, neft sənayelərində burada neftin adətən dənizə buraxması, suyun buraxması, bunun çirklənməsi müşahidə olunur. Bunun qarşısına alınmalıdır. Daha sonra neft sənayelərində, zavodlarda tüstülər nəticəsində havanın çirklənməsi müşahidə olunur. Bundan başqa torpağa zibillərin atılması nəticəsində, kağızların, poşetlərin atılması nəticəsində, plastiklərin atılması nəticəsində bu kimi çirklənmələr müşahidə olunur. Bunların qarşısı alınmalıdır. Daha sonra dənizə gedən gəmilərin buraxdığı neftlərin nəticəsində də bu tip çirklənmələr müşahidə olunur. Balıqların həyatına sonuna nəticə bilər. Bundan başqa havanın çirklənməsi nəticəsində insanlarda bir çox xəstəliklərin yoluxması müşahidə oluna bilər. Yəni, meşə zolaqların salınması, ağacların qırılmasına, yanmasına müşahidə oluna bilər. Məsəl üçün, havanın çirklənməsi dediniz. Müşahidə eləmişik, son vaxtı artıq avtomobillərin xüsusi nəticəsində də bu müşahidə olunur. Avtomobillərimiz keçmişik elektromobillərə. Elektromobil nəticəsi günəş enerjisi nəticəsində olduğunda Fikirləşirlər ki, benzinlə işləyən, dizellə işləyənlər havaya çirkli tullası verir və o da biraz ziyandır. Ona görə artıq get-gedə onlar da düşünülür. Həmçinin insanların içdiyi su mənbələri də kirləndiyinə görə insanlara da bu xəstəlik yarada bilər. Bu da sosial xəyal fikirlərinə görə bizim hükümətimizdir, baxmatimizdir, bizim xatirə Gənclər Fondunun və Vətənpərvər Müasir Gənclər İctimaiyyətinin emblemi və xatirə işlənildir. Bu da faktlar istifadə edilməsi insanlar. Minnətdarım, var olasın. Daha kim nə fikir söyləyə bilər? Məsəl üçün, əziz tələbələr, kütləvi informasiya vasitələrində, yəni o kütləvi informasiya vasitələrində burada televiziya, radio, qəzet və s. nəzərdə tutulur. Orada ekologiya ilə bağlı
nələrə rast gəlsiniz? Deyək ki, televiziyada ekoloji çaxlar görürsünüzsə, hansı çaxdır, xoşunuza gəlirsə, gəlmirsə, radiolarda veriliş zamanı hansı ekoloji amili özündə vəs edən bir reklam eşidirsiniz, saytlarda hava proqnozu. Hava proqnozunu dinlədikdən sonra bir çox vətəndaşlarımız, insanlarımız işlərini ona uyğun qururlar. Yağış yağacaqsa, səhər çıxanda çətrini götürür, gün çıxacaqsa, biraz əynin gün bilir. Yəni, bunlar hamısı ekologiya ilə bağlıdır. Və bayaqlarım dedi ki, dövlət qurumu var, Ekologiya və Təbii Sərvətlər Naziri, hansı ki, ekologiya ilə bağlı, təbii sərvətlərimizlə bağlı sırf fəaliyyətlər və ayrı qalxardı zəhmət olmasa. Özünüzü də təqdim edin. Tərəməz ola Səma. Səma xanım. Çox gözəl. Bax, siz bayaqları qeyd elədiniz, hava haqqında proqnozların deyilməsi. Bax, hava haqqında proqnozların deyilməsində siz nə götürürsünüz, onun müsbət tərəfi sizin üçün nə verir? Biz bilirik ki, məsələn, nə olacaq, sabah necə olacaq hava, buna uyğun hərəkət edirik. Yəni, siz də bayaq qeyd etdiyiniz kimi, çətrinizi götürək, yağış yağırsa, Sonra bax, nə deyə bilərsiniz? Bax, ekologiya ilə bağlı, bayaqla təkrarlı olmasın. Deyir ki, keçən ay sizdə bir dənə də fərqi olub, bu da bizim sizlə bağlı olan fərqimizdir. Ekologiya ilə bağlı və ekologiya ili elan olunur. Bayaq siz dediniz, ekofəallar iştirak etmişdi Qarabağda. Bəli. Onunla bağlı televiziyada verişlər getmişdi, aksiyalar keçirilirdi, sədədlərimizdə. Yaxıncılıq sədələri təqdim edərkən zəhmət olmasın. Nə başqa ekologiya ilə bağlı nə deyə bilərsiniz? Yəni, nə fikirlərinizi bildirə bilərsiniz ekologiya ilə bağlı? Təbiətin təmizliyidir, qorumaq lazımdır, nəsə atmaq olmaz, yəni təbiəti çikləndirmək olmaz, bu bizim özümüzə ziyandır. Ən adicə küçə ilə gedəndə, zibillik görəndə üfunətdən yaxın dura bilmirik. Amma hansısa bir küçəni təmiz görəndə, yaxşılıq görəndə, bağ görəndə ürəyimiz açılır. Və daha çox çalışır o ərazidə gəzək ki, təmiz hava, budaq ciyərlərində təmiz hava geçsin və bu da bizim sağlamlığımıza ağaçları kəsməyək. Və bu günlərim burada əsasən belə deyək də, qızlarımız gələcəyin anaları təbiətimizi, havamızı təmiz saxlayaq ki, təmiz qidalanır. Buyurun, bu da sizə bizim bukletdir. Bu da bayaqlarım lakmotumuzdur və xatirə qalanımızdır sizə. Mənnətdarım, var olasınız. Uşaqlar, bax, şükürlər olsun ki, artıq Azərbaycanımız işğal altında olan torpaqlarımızı işğaldan azad edir. Başda Ali Baş Komandanımız olmaqla mərd və qeyrətli oğullarımız, şəhidlərimizin qarşısında baş əyərik. Allah olan hər birinə qəni-qəni rəhmət eləsin, məkanları cənnət olsun, onsuz da onların məkanı cənnətdir. Onsuz da şəhidlərimiz elə bir zirvədədirlər ki, o zirvəyə hər adam qalxa bilir. Yəni, mən biraz şehri çıxmasın. Mən özüm birinci, ikinci müharibənin iştirakçıyam. Mən Şuşaya qədər gedib çıxdıq. Mənim Güllü xanım yoldaşı bizim tanınmış jurnalistimizdir, tanıyarsınız Etman müəllim. Ailesi də gözəl, aparıcı oldu. Yəni, Etman müəllim ilk mənim haqqımda Şuşada qaldırdığım bayraq haqqında yazı yazmışdı, vermişdi, sərgilə vermişdi. Mən 2 dənə şəhidlik bayrağı aparmışdım özümdə. Amma nə edim? Əfsuslar olsun, qismət olmadı o bayraqlar mənə şəhidlik kimi. Mən o bayrağı cıdırla qaldırdım və sonra birini özümdən müharibədən sonra işinə əlaqədar Moskvada olanlar orada kabinetini asmışdım. Nəysə, nəyi demək istəyirəm? Bu müharibəni biz yaşadıq, gördük və bir anlıq təsəvvür etirin, müharibə dönəmindəki Azərbaycanın ekoloji vəziyyətini, durumunu və müharibədən sonra indi artıq quruculuq işləri gedir, o regionlarda abadlıq işləri gedir və indən sonraki həm Azərbaycan, həm də o həmin işğaldan azad edilmiş ərazilərimizdəki ekoloji proses. Necə düşünürsünüz? Necə idi və necə oldu? Kim nə deyər bundan bağlı fikirlər? Yəni, müharibə deyirik,
Sursatlar atılır. Top, tüfəng, hərəsinin bir özünün bir ürək bulandırıcı bir qoxusu var. Partlayış olur, torpaqlar dağılır, korroziya əmələ gəlir, ağaclar qırılır. Qəribat günə düşür ekologiyamız. Təbiət məhv olur. Amma işğaldan azad etmişik və həmin yerlərdə quruculuq, abadlıq işləri gedir və hər yan dönür olur, gözəl çiçəklənir, yaşayış məskəni salınır və abadlaşır. Və gələcək nəslimiz üçün gözəl, münbit bir şərait yaranır. Bunlar da bizim ekoloji təmizliyimizə, arazimizin aradan qaldırmasına. Sonra kim nə fikir söyləmək istəyir? Orxan, sən bəlkə nəsə bir fikir deyəsən? Yox. Mən Bəğları xanım qız deyəndə yadıma düşdü ki, belə bir söhbət var idi. Məsəl üçün bir dibçəkdə gül əkirlər, daha doğrusu 2 dənə dibçəkdik, gül əkirlər və birinə su vermirlər, birini qaranlıqda saxlayırlar və birinə isə normal otaqda, işıqlı bir vəziyyətdə saxlayırlar, davamlı olaraq su verirlər. Ondan əlavə də birinə sevgi verirlər, birinə sevgi vermirlər və onların böyüməsini təcrübə edirlər ki, görsünlər ki, işıqlı otaqda, günəşin qabağında hər gün su verilən və qaranlıq otaqda su veriləndə bir sevgi ötürülmədən, yəni məcburən su verilmiş hal kimi verilən bir çiçək. Və bunların eyni bitkinin inkişafına baxırlar ki, bu sevgi ötürülən, gün işığında olan, yarpaqların təmizləməklə, silməklə onların inkişafında necə fərq var və görürlər ki, bu qaranlıqda, sevgisiz baxılan bitkinin inkişafı getmir, amma sevgi verdiyimiz bitkinin və işıqda, günəşin altında olan bitkinin inkişafı isə daha çox olur. Bu nə deməkdir? Bu demək ki, biz təbiətə sevgi veririksə, təbiətə sevgi ilə yanaşırıqsa, ondan daha yaxşı nəticə əldə edəcəyik. Amma yox, xalaqətrin qalmasın deyərekdən, məcburən nəyisə biz baxırıqsa, ondan nəticə almaq olmayacaq. Bu həmçinin də biz bilirik ki, bizim ölkəmizdə taxıl sahələrimiz var və müəyyən biz əkinçiliklə məşğuluq da. Əkinçiliklə məşğul olan zamanı, əkin zamanı biz əkdiyimiz torpağa sevgimizi ötürürüksə, ondan bol məhsulumuzu əldə edə bilirik. Yox, məcburən onu əkiriksə, evdə danlayırlar ki, əkçidən, qışdan əyəcək, nə yiyəcək, deyinə gediriksə, oradan məhsulu almaq da problem olacaq. Ona görə əzizlərim, biz gördüyümüz fərqi yoxdur, hər hansısa bir işi. O işə sevgi verməliyik ki, o işdən nəticəmizi əldə edə bilək. Yox, elə mən etmək xatirinə edirəmsə, biz ondan nəsə müsbət nəticə almaq ehtimalımız sıfıra bərabərdir. Və həmçində biz ekologiyamızı mütləq qorumalıyıq ki, biz yaşayanda sağlam yaşayaq. Ekologiyamızı qorumasaq, biz sağlam ola bilmərik. Biz sizə məni bağışlayın bu sözümə görə. Girmişik hər hansısa bir otaq, otağımız köçür və yəni oturmağa otağımızda yerimiz yoxdur, əlimizi qoymağa yerimiz yoxdur, bir dənə təmiz qabımız yoxdur. Amma fikirləşin ki, biz özümüz giymişik kostyumumuzu, üzümüzü bəzənmişik, saçımızı darayıb çıxmışıq çölə. Amma fikirləşin ki, biz üzdən belə səliqəli görsənə bilərik, amma bizim içimiz çürüyür. Və biz o üzdən görsənən gözəlliyimizlə davamlı ola bilməyəcək və bizim o içimizdəki o çürümələr bizim üz görünüşümüzə də, geyim görünüşümüzə də bir özə verəcək. Ona görə biz oturduğumuz ilk ekologiya hardan başlayıb? Bizim oturduğumuz evdən, oturduğumuz maşından, oturduğumuz həyatdan, oradan başlamalıyıq. Balaca yerdən başlayıb bunu böyütməliyik. İndi demək olar, burada yaşayanlarımızın çoxu həyət evində yaşayır. İlk öncə öz həyətimizdən, öz bağçamızdan başlamalıyıq. Öz bağçamızı güllü, çiçəkli etməliyik. Biz öz balaca torpağımıza sevgimizi verməliyik. Mən məsəl üçün bina evində yaşayıram və balaca dibçəkdə xırda pomidor əkmişəm. Oradan heç mən cəmi 10 dənə pomidor almıram, amma o bir dənə pomidor çıxanda bir sevinirəm ki, ay, məhsulum olub, pomidorum çıxıb.
Yəni düzün danışıq, o çeri balaca pomidorlar var ondan. O bir dənə pomidora görə siz də mən bağışlayın. Mənim evdə 2 dənə körpə uşağım var. Onlar davet ki, mama pomidor çıxıb, bu göyərdi. Biz hər gün o pomidora baxırıq ki, pomidor nə vaxt qızaracaq. Yəni ona görə biz sevgi veririksə, biz onun aldığımız məhsul da bizim xoşumuza gələcək ki, biz ona əzizlə, o bir dənə pomidor, amma belə baxanda bir dənə pomidor, balaca pomidor kimə çatır, amma onun məhsulu insanı necə xoşbəxt edir. Yəni biz həyatda xoşbəxt olmağı bacarmalıyıq və biz xoşbəxt olsaq, ətrafımızı da xoşbəxt edərik. Əzizlərim, ekologiyamızı da hamımıza qorumağı arzulayıram. Çünki hamımız bu ekologiyadan qidalanırıq. İnanıram ki, hər zaman hər şey təmiz olacaq. Məcburi bizə cəza, məcburi qanuna ehtiyacı olmayacaq. Nəyə görə məcburi qanun olmalı ki, maşından zibil atan 400 manat cərimələnir? Elə bunu biz özümüz atmayaq da. Ya bu mütləq mi qanunlaşmalıdır? Yəni müəyyən bir şey var ki, zibili evdən valideynimiz bizə zibili verir aparat, zibili qutuya yox yerə atırıq. Yəni bunu özümüz birinci dəyişməliyik. Yəni düzün deyil. Amma indi yaxşı deyil. İndi yaxşı zibilli xanalar yəni sizə qardaşlar kamera qoydular. O cərimən qorxusundan zibilin qutusuna atır ki, kamera çəkər bizi. Bir fakt var və maarifləndirmə həqiqətən böyük bir şey. Əlbəttə. Artıq küçələrdə gedirsən, deyək ki, o siqaret kötüyünü belə çəkəndən sonra baxsan ki, hamı bu zibil yeşiyaqlar ki, atsın, yerə çox anlatmam istəmir. Çox gözəl. O cərimə verməyəndən sonra nəsib. Cərimə 50 manat, indi onu tutmaq. Adi siqaret kötüyünü yerə atırsansa, artıq 300 manat cərimə tətbiq olunur. Bu da həqiqətən çox yaxşıdır. Mənim heç xoşum gəlmir və siqareti çəkirlər. Yaxşı, özün zəhərləyirsən zəhərlədə, mənə nə cəhənnəmə zəhərlə, mən hər zaman deyirəm. Bu sözümü görürsünüz. Amma heç olmasa bunu yerə atmayacaq, bizi də zəhərləyirsən. Heç olmasa bunu çəkdim, qutusuna qoy. Mən hər zaman deyirəm, özə mənim ən zəhləm gedən halı nədir? O balkonda dururlar, siz də mənə başlayın. Kişilər siqaret çəkir, siqareti atanda kötük gəlir sənin balkonuna düşür ha. Hələ bilək ki, mənim başıma qaynar suyu tökürlər də. Tam səmimi ortağım deyim. Bu hallar rastlaşmısınız, heç qonşular kimsə çəkib siqaretin kötüyü sizin həyətə düşən var? Mən işte deyirəm, arada özüm bilərəkdən çıxan balkona 5 səslə deyirəm ki, evində külqabı qoy külqabını. Həmin balkondan nə qədər siqaret kötüyü yığacaq. Yəni ona görə ümumiyyətlə sizə indi sağlamlıqdan danışırıq, ekologiyadan danışırıqsa, siqaret çəkməməyi tövsiyə edirəm. Siqaret bizim ağciyərimizi korlayır. Siqaret bizi öldürür. Siqaret xərçəngin yaradıcısıdır. Mən sizə deyim ki, siqaret qədər bizi zəhərləyən heç nə yoxdur. Həmçinin biz siqareti çəkərək öz ailəmizə, öz ətrafımıza da zərəri veririk. Siqaret qadınlarda dərilərin tez qocalması, dərinin çürüməsi, fikirləşin ki, hər hansısa bir bəy siqaret çəkir bir xanımın yanında və yaxud da istədiyi qızın yanında, siz də mən başlayın, sevgilisinin yanında. Görün o yanındakı xanımı necə körlüyür, özü çəkir, özü orqanizmini onsuz da məhv edir. İndi yanındakı duran xanımın dərisinə ziyandır, yanındakı duran xanımın gözəlliyini körlüyür, orqanizmini körlüyür, özündən başqa onun tüstüsü, onun qoxusu, görün nə qədər ziyanlar verir. Ona görə biz indi burada hamımız demək olar ki, xanımlarıq, biraz az miqdarda bəylərimiz əyləşib də. Yəni biz qadınların üstünə çox böyük yük düşür. Həm bizdən tərbiyə asılıdır, həm bizdən təmizlik asılıdır, gözəllik, hər şeyin barisi bizik. Bəzən olur ki, gəncin aşağıda hamımızın atamız işə gedir və biz demək olar ki, axşamdan axşamda da saat hesabatla görürük də gəncin aşağı. Və biz ata da nəsə olanda deyir ki, günahkar anadır. Bütün günü səndənsə, sən hara baxırdın? Sən neyinirdin? Sənin verdiyin tərbiyyədə gəl üzündən aşağı. Bu, real Azərbaycan bir faktorudur. Uşaq yaxşı olanda atanın tərbiyəsi olur, uşaq pisdirsə ananın. Hep sizə görə demirəm mən, Nəsibə. Indi bərabərlik qoyun, qadınlar hamısı yığışır. Yəni, sizi deyilir də Nəsibə ki, yəni, hamı elədir. Amma ona görə bizlərdə daha çox məsuliyyət var deyə, biz daha məsuliyyətlə yanaşmalıyıq. Övladlarımıza, gələcəyimizə körpəlikdən öyrətməlidir ki, hər şeyi bilişdən öyrətməlisən. Biz özümüz, heç biz öyrətməməliyik. Biz əgər özümüz uşağın yanında bananı yeyiriksə, bananı yerə atırıqsa, mən ham qızma deyim ki, ay qız, bananı yerə atma gel. Hocam, özün atırsan da mənə niyə edirsən ki? Biz özümüz o bananı yerə zibil qabaq dərmalıyıq ki, ay, bu görək bunu hara ata bilərik, apar bunu at zibil qabına. O
heç uşağa deməyə ehtiyacım yox. Uşaq bilir ki, bunu yeyəndə anası yer atmır, da zibil qabı axtarır. Mən də gedib onu atmalıyam. Həmçinin də məsəl üçün aid olsun zibil. Zibil blokunu mən uşağın yanına yer atsam, mən ha uşağa dedim ki, apar zibil qabını atar? Yox, deyəcək ki, anam yerə atır da. Ona görə biz özümüz nümunəli davranıb, qıraqdan nümunə tələb edə bilərik. Və ondan da əlavə, biz tərbiyemiz çalışmalı ki, bir nəyəsə xeyir verir, bir töhfəmiz olsun, bir ağac əkək. Deyir ki, belə bir məsləhət var sizlərə də. Deyirəm, insan ömründə bir dənə də olsa ağac əkməlidir. Hamımız ağac əkməyi istəyərik. Çünki deyir, bu ağac bizim ömrümüzə bir bardır, biz nəsə qoyub gedirik. Heç olmasa bir ağacımızı qoyuyorum. Biz məsəl üçün ağac əkmə aksiyalarında mən tez-tez oluram. Onlar işte ya öz adımızı, ya təşkilatın adını yazıram. İndi o zamandan keçən ki, burada mənim 5 dənə ağacım var. Həqiqətən, yəni o ağacın heç bir məhsulunu görmürəm. Yəni heç ağacın kölgəsindən istifadə etmirəm. Amma mənim təbiətə verdiyim bir dəyərdir. Onun bir havasıdır. Yəni onun havasını oradan keçəndə alıramsa, bir oksigenidir. Ona görə dinimizdə də var. Yəni Quran-ı Kərimdə də var, qeyd olunur. Savab işlərdən biridir. Uşaqlar, yəni mən çox da vaxtınızı alıb sizləri yormaq istəmirəm. Mən istərdim ki, həqiqətən istərdim ki, tədbirdən sonra siz evinizə gedərkən yol boyu və artıq tədbir tutanırsan, buradakı tədbirdən özünüz üçün xoş bir nələrsə götürmüş olasınız. Yəni, evdə otur söhbət edəndə, rəhbərlər aranızda söhbət edəndə bizlərdən və öz aranızdan eşitdiyiniz hər hansısa bir sözü gələcəkdə söhbətlərinizdə istifadə edəcəksiniz. Yəni, tətbiq edir. Əsas odur, açdıqlarınızda çox yəni, bizim layihəmizin də əxlanda qeyd elədim, tədbirin əvvəlində də qeyd elədim ki, bizim bu layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Yəni, bildiyimiz kimi, qeyri-hökumət təşkilatlarına Respublikada müəyyən fondlar var ki, 14 dövlət qurumlarıdır və Azərbaycan Respublikası qeyri-hökumət təşkilatlarının dövlət dəstəyi agentliyidir, Gənclər Nazirliyidir, Gənclər Fondudur ki, bunlar ixtisaslı olaraq gənclər təşkilatlarıyla işləyirlər, onların ağıllı şəkildə olan layihələrini, dəyərli layihələrini dəyərləndirirlər, onlar layihələrini həyata keçirsinlər və bizim bu layihədə həmin o Gənclər Fondunun layihəsi idi. Bir sözlə... Və ondan da əlavə bunu da bildirir ki, Gənclər Fondu siz gənclər üçün qrantlar elan edir. Gənclər Fondunun səhifəsini izləyin, orada ideyanı reallaşdır, qrantları olur və sizlər də hər hansısa bir ideyanız, hər hansısa ideyanız, hər hansısa bir ideyanız, hər hansısa bir icra etmək istədiyiniz layihə varsa, Gənclər Fonduna həmin müsabiqəyə təqdim edə bilərsiniz və həmin müsabiqədə də ideyanız reallaşa bilər. Və əziz gənclərimiz, yekunlaşdırmadan da öncə sizdən bir xatirə şəkli istəyəcək və xatirə şəklimizi də necə çəkək? Mən bir dənə bir sözüm olar. Yox, yəni mən xatirə şəklində də bir çoxlarınız qaçırsınız. Amma mən keçən də bir tədbirin birində deyim ki, ay uşaqlar, bəlkə aranızda biriniz bir alim oldunuz, biriniz tanınmış bir insan oldunuz. Amma bizə deyək ki, mən onun yanında olmuşdum. 178 sayılı Bakı məhkəməmizdə bir 6 il bundan qabaq tədbir sonunda çəkdirdik. Məhz həmin o uşağa demişdim ki, şəkil çəkdirdik. Şimdi həmin uşaq Respublikada yaxşı bir gözəl məmurlarımızdan biridir. Keçən dəfə zəhv olmuş ki, mən elə həmin şəklə baxıram, tez-tez deyirəm ki, müəllim deyirdi ki, bəlkə tanınmış olasın. Bəlkə haradasa sizə işiniz düşdü. Əczaçılıq var, var, tibb bacısı var. Yəni, hər birinizdə də dərslərinizdə uğurlar dilirik, müvəqqətləriniz bol olsun. Təhsil almaq özü də bir savab işlərdən biridir, özü də bir vətənsevərlik deməkdir. Və mən əminəm ki, sizə təhsil verən, burada sizin təhsilinizlə məşğul olan müəllimlərinizin əziyyətlərini yerdə qoymazsınız və düşünürəm ki, müəllim heyəti də siz tələbələrin əziyyətlərini yerdə qoymazlar, sizə gözəl ixtisasa yiyələməyə səbəb olarlar. Həminizə öz minnətdarlığımı bildirəm, var olasınız, bizimlə bir oldunuz və düşünürəm ki, bundan sonraki layihələrimizdə yenə bir yer olacaq.